Həbsdə olan Samvel Karapetyan, Ermənistanda həbsdə olan Samvel Karapetyan, oliqarx, Paşinyan devirmək üçün Rusiyanın himayəsi ilə Ermənistana gəlmiş bu Samvel Karapetyan həbsdə olsa da baş nazir postuna namizədliyini irəli sürüb. Ermənistanda parlament seçkiləri, Ermənistan əvvəlcə onu deyim ki, parlament respublikadır, yəni parlamentin idarə etdiyi respublikadır. Orada baş nazir prezidentdən daha üstün səlahiyyətlərə malikdir. Baş nazir postuna bu Samvel Karapetyan namizədliyini irəli sürüb. Bu, belə deyim də, Rusiyanın Ermənistandakı son kartıdır, son kozurudur, hətta belə demək olarsa. İnandırıcı deyil, o 2026-cı ilin 7 iyununda, yəni o həbsdən çıxsa, belə onun qələbə qazanacağı inandırıcı deyil. Çünki nə o ikinci Qaragin, Kıtırıç, Nersesyan Paşinyanın dediyi də Paşinyanı devirə bilmədi, çünki Paşinyan onsuz da çevrilişlə gəlib və sonra xalq tərəfindən, ermənilər tərəfindən seçilib və Avropa inteqrasiya yolunda bütün Ermənistan onu dəstəkləyir. Çünki nə qədər Rusiyanın, belə deyim də, buyruğuna baxasan, atdığı Kremldən tulladığı qəpik quruşla dolanasan, o mənada Rusiyanın əlindən çıxdı demək olar Ermənistan. Buna görə də Kreml öz son şansını, belə deyim, Koçaryan, Moçaryan, Sarkisyan olurlar, Qarabağcanlıları, qatillər, yəni qətləm törətmiş eks-prezidentlər, onların seçilmə şansı yoxdur deyə Samvel Karapetyana ümidlərini bağlayıb Moskva.